Salam, hər vaxtınız xeyir. Mən Riyaziyyat müəllimi Sənan Vəliyev. Bu gün sizlərlə adi kəsirlər haqqında danışacağıq. Adi kəsirlər nədir, nəyə deyilir? Adi kəsirlər üzərində müəyyən əməllər, ədədin hissəsinin tapılması, hissəsinə görə ədədin tapılması mövzusundan danışacağıq. Buna aid də nümunə testlər işləmiş olacağıq. Gəlin vaxt itirmədən başlayaq. Deməli, vahidin və ya tamın bərabər hissələrlə ifadə olunması üçün biz kəsirlərdən istifadə edirik. Məsələn, tutaq ki, bizə bir dənə düzbucaqlı verilib və biz bu düzbucaqlını müəyyən bir hissələrə ayırmışıq. Bir dənə vahid bir düzbucaqlı verilib və biz bunu, yenə də deyirəm, müəyyən bir hissələrə ayırırıq. Tutaq ki, 6 dənə hissəyə ayırırıq və verilmiş 6 dənə hissədən, məsələn, tutaq ki, biri olur 6'da 1. Çünki 6'da 1, 6 yerə bölmüşəm 1'i, 6'da 1, 6'da 1. Yəni 6 yerə böldüyüm üçün 6'da 1, 6'da 1 hər hissə sayılmış olur. Və əgər məsələn mən bunun ikisini rəngləsəm, 6'da 2'si olur da. Çünki 6 dənə yerə bölüb ikisini rəngləmişəm. Yox, 3'ünü rəngləsəm, 6 yerə bölüb 3'ünü rəngləmiş oluram. Yəni olur 6'da 3 hissə. Ümumiyyətlə, adi kəsir özü nəyə deyilir? Əgər ki, A və B natural ədədlər olarsa, deyirik ki, natural ədədlər olarsa, A bölünsün B şəklində, yəni bu şəkildə verilmiş ifadəyə adi kəsir deyilir. Adi kəsir deyilir. Biz bu ifadəni belə də yaza bilərik. Əslində bu ifadə əvvəli belə yazılır da. Biz həmişə yazırıq A bölünsün B. İndi isə yazacağıq A kəsir xətti B. Bu nədir? Necə oxunur? Gəlin bunun haqqında danışaq əvvəlcə. Bu isə kəsirin surəti adlanır. Surəti yox, surəti. Bu kəsirin məxrəcidir. Bu isə kəsir xəttidir. Kəsir xətti bölməni, belə deyək, işarə eləyir. Əslində, normalda biz bilirik ki, 10 bölünsün 2 bərabərdir 5'ə. Düzdür? Biz indi bunu belə yazarıq. 10 kəsir xətti 2. Bu da cavab da olaraq 5'ə bərabərdir. Yəni, kəsir xətti bizə bölməni ifadə edir. Məsələn, tutaq ki, bizə bir dənə belə bir kəsir verilib, 8'də 3 kəsiri. Kəsirin surəti 3'dür, məxrəci 8'dir, bu da kəsir xəttidir. Və biz bunu oxuyanda deyirik, birinci məxrəc oxunur. 8'də 3. Yəni, 8 dənədən 3'ü götürülür. Ona görə oxunanda birinci məxrəc adlandırılır. 8'də 3. Ümumiyyətlə, adi kəsir özü 2 yerə bölünür. Adi kəsir özü 2 yerə bölünür. Bir var düzgün kəsir. Bir də var düzgün olmayan kəsir. Bir var düzgün kəsir, bir də var düzgün olmayan kəsir. Düzgün kəsir nədir? Düzgün olmayan kəsir nədir? Ümumiyyətlə, adi kəsir bu şəkildə dedik. A kəsir xətti B şəklində yazılan kəsirə deyilir. Əgər ki, surəti məxrəcindən kiçikdirsə bu kəsirin, bu kəsir düzgün kəsir adlanır. Məsələn, tutaq ki, 7'də 2, 80'də 41 və ya 9'da 1. Yəni, surət məxrəcə baxanda daha kiçikdir. Bu nədən irəli gəlir? Çünki niyə görə? Məsələn, neysə 7 yerə bölüb ikisini götürmüşəm. Neysə 80 yerə bölüb 41'ini götürmüşəm. Məsələn, 76'da düzgün kəsirdir, 9'da 1 də düzgün kəsirdir. Surəti məxrəcindən kiçik olan kəsir düzgün kəsir adlanır. Bu kəsirlər
düzgün kəsir adlanır. Düzgün kəsir hər zaman vahiddən kiçik olur. Niyə görə? Çünki mən vahidim 1-dir. Mən neysə 9-u yerə bölüb 1-ni götürməyim, o deməkdir ki, mən hissə götürmüşəm. 9-da 1 hissə götürmüşəm. Düzdür? Yəni tamı, vahidi götürməmişəm. Onun müəyyən bir hissəsini götürmüşəm. Buna görə də düzgün kəsirlər həmişə vahiddən kiçik olur. Düzgün olmayan kəsir nədir? Dedik ki, bu adi kəsirin yazılışıdır. Düzdür? Adi kəsirin yazılışında əgər surət məxrəcdən böyük və ya bərabər olarsa, ya böyük olmalıdır, ya da bərabər olmalıdır. Bu kəsir düzgün olmayan kəsirdir. Məsələn, 7-də 7 kəsiri, 9-da 9 kəsiri, məsələn 80-də 111 kəsiri. Bunların hər biri düzgün olmayan kəsirdir. Ya surət məxrəcdən böyük olur, ya da surətlə məxrəc bir-birinə bərabər olur. Bunun da səbəbi nədir? Çünki, məsələn, düzgün olmayan nə deməkdir? Mən neysə 80 yerə, biz dedik axı, məsələn, məxrəc nə deməkdir? Məxrəc hansısa bir ədədi, hansısa bir hissəyə ayırmağım deməkdir. Məsələn, mən 7-də 2 yazanda o deməkdir ki, mən neysə 7 hissəyə ayırmışam, onun ikisini götürmüşəm. Amma məsələn, mən neysə 80 yerə ayırmışamsa, onun 111-ni götürməyim düzgün deyil axı. Neysə 80 yerə ayırıb necə 111-ni götürə bilərəm? Və ya neysə 8 yerə ayırıb necə ondan 13-ünü götürə bilərəm? 8-də 13 də düzgün olmayan kəsirdə. Neysə 8 yerə ayırıb onun 13-ünü götürə bilmərəm. Bu düzgün deyil. Deməli, bu kəsir düzgün olmayandır. Eyni ilə 7-də 7, 9-da 9, 13-də 13 kəsiri də düzgün olmayan kəsirdir. Bunun da səbəbi odur ki, məsələn, mən neysə 7 yerə bölüb 7-sini götürürəmsə, daha o neynirdim hissələrə ayırırdım. Elə hamısını bölür, götürür, elə hamısını götürərdim də. Çünki elə hamısı mənimdir. Yəni, düzgün olmayan kəsir o deməkdir ki, surəti ya məxrəcindən böyük olur, ya da bərabər olur. Yaxşımı? Buna uyğun olaraq da düzgün olmayan kəsir ya vahidə bərabər və ya vahiddən böyük olur. Vahiddən böyük olur. Məsələn, 7-də 7 kəsiri 7 bölü 7 1-dir. Amma məsələn 8-də 13 kəsiri 13-ü 8-ə böləndə 1 tam neçədir? Artıq bu vahiddən böyükdür, yəni 1-dən kiçikdir. Düzgün kəsir vahiddən kiçik olur. Düzgün olmayan kəsir isə ya vahidə bərabər olur, ya da vahiddən böyük olur. Düzdür? Vahid də 1 deməkdir. Ya 1-dən böyük olur, ya da 1-ə bərabər olur. Deməli, düzgün kəsirin, düzgün olmayan kəsirin nə olduğunu öyrəndik. Gəlin indi kəsirin əsas xassəsini öyrənək. Kəsirin əsas xassəsi nədir? Kəsirin əsas xassəsi. Biz bilirik ki, kəsirin surət və məxrəcini sıfırdan fərqli eyni bir natural ədədə vurduqda və ya böldükdə kəsirin qiyməti dəyişmir. Niyə görə? Məsələn, neysə 2 yerə bölüb 1-ni götürmək. Bunun hər tərəfini 2-yə vuranda 4-də 2 kəsirinə elə bərabər kəsir deməkdir. Neysə 2 yerə bölüb 1-ni götürmək elə 4 yerə bölüb 2-sini götürməyə bərabərdir. Və ya 2-də 1 kəsirinin hər tərəfini 3-ə vursam, burada mütləq şəkildə surəti 3-ə vururamsa, məxrəci də 3-ə vurmalıyam. Yəni, olur 6-da 3. Və ya 8-də 1 kəsirinin surət və ya məxrəcini eyni bir ədəd olan 5-ə vura bilərəm. Bu da olur 40-da 5. Və ya bunun tərs əməlini də yerinə yetirə bilərəm. Surət və ya məxrəci eyni bir ədədə bölə də bilərəm. Məsələn, bizə verib 10, 2-də 8. Bunun surət və məxrəcini 4-ə bölərək yaza bilərəm ki, 3-də 2 kəsiri. Və ya 20-də 10 verib, bunun surət və məxrəcini 10-a bölərək cavabı ala bilərəm 2-də 1 kəsiri. Yəni 20-də 10 kəsiri 2-də 1-ə, 2-də 1 kəsiri 6-da 3-ə, 2-də 1 kəsiri eyni ilə 4-də 2-yə, 8-də 1 kəsiri 40-da 5-ə bərabər kəsirlərdir. Bunlar hər biri bərabər kəsirlərdir. Çünki kəsirin əsas xassəsi ondan ibarətdir ki, biz kəsirin surət və məxrəcini sıfırdan fərqli eyni bir ədədə vura da bilərik, bölə də bilərik. Bəs ümumiyyətlə kəsirin surət və məxrəci sıfırdan fərqli eyni bir ədədə böləndə nə baş verir? Bu zaman kəsiri ixtisar etmiş oluram. Məsələn, tutaq ki, belə deyək, məsələn, 144-də 12 kəsiri. Mən bunun hər tərəfini 12-yə bölsəm, cavab eləyir 12-də 1. Yəni, mən bunu ixtisar etmiş olacam. İxtisar bir var tam ixtisar olsun,
Bir də var ki, hissəli bir şəkildə ixtisar edeyim. Məsələn, tutaq ki, mən 72-də 36-nı götürüb bölürəm birinci 2-yə. Aldığım cavab olur 36-da 18. Daha sonra yenə də 2-yə bölə bilərəm. Alacam 18-də 9. Daha sonra 3-ə bölə bilərəm. Alacam nə? 6-da 3. Yenə də 3-ə bölə bilərəm. Alacam nə? 2-də 1. Və ya elə 72-də 36 kəsrinin surət və məxrəcini 36-ya bölərəm. Olar 2-də 1. Yəni bu aşağıda yazdığım bu hissəli ixtisar sayılır. Bu isə tam ixtisar sayılır. Surət və məxrəci mümkün qədər, yəni axıra qədər apardığım ixtisar tam ixtisar sayılır. Ümumiyyətlə, belə deyək, kəsirin surət və məxrəcini ixtisar apararkən biz bunu həm kəsirlərin vurulmasında və ya bölünməsində də çox işlədəcəyik. Ümumiyyətlə, kəsirlər başqa nəyə görə bir-birindən fərqlənir? Ümumiyyətlə, kəsirlər biz müqayisə eləyə bilirik. Məsələn, hansı kəsir bir-birinə bərabərdir, hansı kəsir böyükdür, hansı kəsir kiçikdir. Çünki biz dedik ki, kəsirin surət və məxrəcini eyni bir ədədə vurduqda və ya böldükdə kəsirlər bir-birinə bərabər olur. Biz hansı kəsirlər bir-birindən böyükdür, kiçikdir? Gəlin kəsirlərin bir müqayisəsinə də baxaq. Biz kəsirlərin müqayisəsi nədir? Kəsirlərin müqayisəsi. Kəsirlər 3 xassəyə görə müqayisə olunur. Əgər məxrəcləri bərabərdirsə 2 kəsiri, mən bu zaman onları müqayisə apara bilərəm rahatlıqla. Məsələn, 7-də 3 kəsiri böyüdür, yoxsa 7-də 5 kəsiri? Təbii ki, nəyisə 7 yerə bölüb 3-ünü götürməyim var. Bir də var, nəyisə 7 yerə bölüb 5-ini götürmüşəm. Təbii ki, 7 yerə bölüb 5-ini götürməyim zaman daha böyük cavab əldə edirəm. Deməli, 7-də 5 kəsiri daha böyük cavab əldə eləmiş oluram. Deməli, buradan da belə çıxır ki, əgər kəsirin məxrəcləri bərabərdirsə, surəti böyük olan kəsir daha böyükdür. Məsələn, tutaq ki, 8-də 13 böyükdür, yoxsa 8-də 20. Artıq kəsirin məxrəcləri bərabərdirsə, surəti böyük olan kəsir daha böyük olur. Məxrəcləri eyni olan kəsirləri müqayisə apararkən surəti böyük olanlar götürürəm. Daha sonra ikinci, bəs surətləri eyni olarsa, burada deməli məxrəclər eynidir. Məxrəclər eyni. Bəs yaxşı, surətləri eyni olarsa, deməli, surətlərin eyni olması nə deməkdir? Məsələn, tutaq ki, bir var 7-də 1 kəsiri, bir də var 6-da 1 kəsiri. Bir var neysə 6 yerə böləsən, bir də var 7 yerə böləsən. Təbii ki, düşünək ki, bizim 42 manat pulumuz var. Mən o 6 nəfər arasında bölsəm, mənə 7 manat düşür. 7 nəfər arasında bölsəm, mənə 6 manat pul düşür. Onda təbii ki, 6 adam arasında böləndə mənə daha çox hissə düşmüş olur. Ona görə 6-da 1 kəsiri 7-də 1 kəsirinə baxanda daha böyükdür. Biz də deyirik ki, surətləri eyni olan kəsirlərdə müqayisə aparmalı olacamsa, deyirik ki, məxrəci kiçik olan kəsir daha böyük kəsirdir. Məxrəci kiçik olan daha böyükdür. Məsələn, tutaq ki, 13-də 7 kəsiri böyükdür, yoxsa 26-da 7 kəsiri. Dedik ki, surətlər bərabərdirsə, məxrəci kiçik olan kəsir daha böyükdür. Bəzən elə olacaq ki, nə surət bərabər olacaq, eyni olacaq, nə də məxrəc. Bu da üçüncü tip suallardır ki, nə surət, nə də məxrəc eyni deyil. Surət və məxrəcləri müxtəlif olan kəsirlər. Surət və məxrəcləri müxtəlif olanlar. Müxtəlif olanlar. Biz dedik ki, məxrəci eyni olanda surəti böyük olan daha böyük olur. Surəti eyni olanda məxrəci kiçik olan daha böyük olur. Surət və məxrəcləri müxtəlif olan kəsirlərdə biz birinci işimiz bunların surət və məxrəcini eyniləşdirməyimizdir. Ya surətini eyniləşdirəcəyik, ya da məxrəcini. Məsələn, tutaq ki, necə? Bizə verilib, tutaq ki, 8-də 5 kəsiri ilə 7-də, məsələn, tutaq ki, 2 kəsirini müqayisə eləməyimizi. İndi biz bunun ya sürətini bərabərləşdirməliyik, ya məxrəcini. Mən də məxrəcləri bərabərləşdirəcəm. Baxıram, məxrəci bərabərləşdirdiyim zaman həm 8-ə, həm 7-yə bölünən
ədəd. Yəni ən kiçik ədəddən istifadə edəcəm. Bu da 56-dır. Bu zaman bunun hər tərəfini 7-yə vuracam. Bunun hər tərəfini 8-ə vuracam. Bu olacaq 56-da 35. Bu olacaq 56-da 16. İndi 56-da 35 böyükdür, yoxsa 56-da 16? Təbii ki, 56-da 35. Yəni 8-də 5 kəsri 7-də 2 kəsrindən böyükdür. Deməli, sürət və məxrəcləri müxtəlif olan kəsirləri müqayisə eləmək üçün əvvəlcə onların sürət və ya məxrəclərini bərabərləşdirib daha sonra müqayisə eləməliyəm. Yaxşımı? Daha sonra adi kəsirlər üzərində əməllər. Hansı əməllər apara bilərəm adi kəsirlər üzərində? Deməli, adi kəsirlər üzərində əməllər. Deməli, adi kəsirlər üzərində əməllər. Birincisi, məxrəci bərabər olan kəsirləri toplayıb çıxa bilərəm rahatlıqla. Əgər ki, ikisinin də məxrəci A, B-dirsə, məsələn, tutaq ki, rahatlıqla toplayıb çıxa bilərəm bu iki kəsiri. Bu zaman məxrəcim olduğu kimi qalacaq. Surətdə surətlər ya toplamadsa toplanılacaq, çıxmadsa çıxılacaq. Məsələn, tutaq ki, 7-də 3 kəsri ilə mən 7-də 2 kəsrini toplayıb çıxa bilərəm. Necə? Məxrəcləri eynidir. Surətlər toplanılacaq, olacaq 7-də 5. Düzdür? Eyni ilə məsələn tutaq ki, mən 8-də 7 kəsrindən 8-də 2 kəsrini çıxa bilərəm. Məxrəclər eynidirsə, məxrəc olduğu kimi qalır. Surətdə 7-dən 2-yə çıxıram, qalır 8-də 5 kəsri. Yəni, məxrəcləri eyni olan ədədləri toplayıb çıxmamız rahatdır. Bəs yaxşı, məxrəcləri fərqli olan ədədlərdə nə baş verir? Əgər məxrəclər fərqlidirsə, biz bu ədədləri toplayıb çıxmaq istəyiriksə, bu zaman biz onları ortaq məxrəcə getirməliyik. Məxrəcləri fərqli olan ədədləri toplayıb çıxmaq üçün ortaq məxrəcə getirməliyik. Məsələn, mən 8-də 5 kəsri ilə, tutaq ki də 8-də 5 kəsri ilə toplamaq istəyirəm 16-da 7 kəsrini. Mən bunların məxrəclərini bərabərləşdirməliyəm. Biri məxrəci 8-dir, birinin məxrəci 16-dır. 16-ı getirib 8-ə qaytara bilməyəcəyimə görə, çünki 16-da 7. Mən bunu 8-ə qaytarmaq üçün deyə bunun hər tərəfini 2-yə bölüm. 7 də 2-yə bölünmür. Ona görə digər tərəfdə 8-in hər tərəfini 2-yə vuracam. Olacaq nə? 16-da 10. Çünki məxrəci vururamsa surəti də vurmalıyım. Daha sonra toplayacam. Olacaq 16-da 7 ilə toplananda olacaq 16-da 17. Hətta bu kəsir necə kəsir alınır? Toplayanda düzgün olmayan kəsir adlanır. Çünki niyə görə? Surət məxrəcdən daha böyük olmuş olur. Daha sonra məsələn gəlin bir-iki tipə baxaq. Məsələn tutaq ki 12-də 8 ilə 11-də tutaq ki, bizdən 6-nı toplamamızı istəyir. Əgər görürəm ki, mən həm 12-yə, həm 11-ə bölünən ədədi tapmaqda çətinlik çəkirəmsə, gəlin elə 12-ni 11-ə vurum, orta məxrəc bunu tapım. 12-ni 11-ə vuranda eləyir 132. Bunun hər tərəfini məxrəci bərabərləşdirmək istəyirəmsə, bunun hər tərəfini 11-ə getirirəm, bunun hər tərəfini 12-yə vururam. Belə deyək. Ardıcıl ədədlər varsa məxrəcdə, bunların hər zaman ardıcıl ədədlərdə bir-birinə çarpaz vururuq. Məsələn, 11 ilə 12 ardıcıl ədədlərdir. Bunlar üçün ortaq ədədi tapmaq istəyirəmsə, ortaq məxrəci tapmaq istəyirəmsə, bir-birinə çarpaz vururum. Ümumiyyətlə, ortaq məxrəc, ən kiçik ortaq məxrəc əkobla tapılır. Deməli, bunu bir-birinə vuranda, 12-ni 11-ə vuranda, deməli, nə edirəm? Belə deyək, 12-ni 11-ə vuranda olur 132. Bunu götürüb hər tərəfini 11-ə vururam ki, məxrəci 132-yə gəlsin. Olur, o 132-də 88. Üstə gəlinsin. Bu da olur 132-də hər tərəfi 12-yə vuranda 72. Deməli, bunları da toplayanda 132-də eləyir 160. Əgər bu kəsilməsə hər tərəfini 2-yə bölüb ixtisar da apara bilərəm aldığım cavabı. Məsələn, 132-ni 2-yə böləndə eləyir 66. 160-ı 2-yə böləndə eləyir 80. Daha sonra y-də 2-yə bölə bilərəm. Bu eləyir 33, bu eləyir 40. Daha bundan sonra onsuz da bunlar ortaq ixtisar getmirlər. Ortaq ixtisar getmirlərsə, elə daha bu şəkildə saxlamağım daha doğru olar. 33-də 40 şəklində. Deməli, məxrəcləri müxtəlif olan kəsirlərdə onları toplayıb çıxmaq üçün ortaq məxrəcə getirməliyəm.
Eyni ilə məsələn tutaq ki, bir dənə də çıxmaya aid nümunə yazaq. Tutaq ki, 9-da 7 kəsirindən çıxmaq istəyirəm 4-də 1 kəsirini. Buna ən yaxşısı 36-ya getirməyimdir. Bunu 4-ə vuraram, bunu 9-a vuraram. Bu olar 36-da 28, bu olar 36-da 9. Bunları bir-birindən çıxanda eləyir 36-da 19. Yəni, məxrəcləri eyniləşdirirəm. Daha sonra isə məxrəclər eynidirsə, bayaqları öyrəndiyimiz kimi surətdən surətə çıxıb, əgər çıxmadısa, surətə yazıram. Toplamadısa, surətin üzərinə surət gəlib, surətdə yazıram. Daha sonra, kəsirlərin vurulması. Adi kəsirlərin bir-birinə vurulması. Adi kəsirləri bir-birinə vurarkən, məsələn, 5-də 4 kəsirini mən 3-də 1 kəsirinə vurmaq istəyirəm. Kəsirlər bir-birinə vurularkən surət surətə vurulub, surətdə yazılır. Məxrəc məxrəcə vurulub, məxrəcdə yazılır. Aşağıda eləyir 15, yuxarıda eləyir 4. Olur 15-də 4 kəsiri. Düzdür? Yəni, məxrəc məxrəcə vurulub, məxrəcdə surət surətə vurulub, surətdə yazılır. Məsələn, tutaq ki, 9-da 2 vurulsun, tutaq ki, 4-də 3. Bəzən elə olur ki, kəsirləri biz bir vurmadan əvvəl ixtisar aparmaq istəyirik. Məsələn, görürəm ki, bu 2 ilə bu 2. Əgər bəli, mən vurmadan əvvəl ixtisar aparmaq istəyirəmsə, bu 2 mütləq şəkildə surətdədirsə, məxrəclə ixtisar gedər vurmada. Məsələn, bu surətdəki 2 daha sürətlə ixtisar getmir. Sürətdəki 2 məxrəclə ixtisar gedir. Məsələn, 2-yi 2-yə bölərəm 1, 4-ü 2-yə bölərəm 2. 3-ü 3-ə bölərəm 1, 9-u 3-ə bölərəm 3. Daha sonra 1-i 1-ə vuraram, 1 kimi yazaram, 3-ü 2-yə vuraram, 6 kimi yazaram. Məsələn, bəzən olur ki, məsələn, yazır bura 8-də 7 vurulsun. Bu da olur, məsələn, 28-də 14. Məsələn, bu 7, bu 14-lə ixtisar gedə bilməz. Bu 7 aşağıdakı 28 ilə ixtisar gedə bilər. 7-ni məsələn 28-ə bölərəm 1 dəfə, 28-i 7-yə bölərəm, 7-yi 7-yə bölərəm 1 dəfə, 28-i 7-yə bölərəm 4 dəfə. Daha sonra bu 8 ilə 14-ü ixtisar aparsam, burada 7 qalar, 2-yə ixtisar gedər. Burada 4. 1 vurular 7-yə yazılar sürətdə 7, 4 4-ə vurular yazılar məxrəcdə 16. Deməli, kəsir olar 16-da 7. Daha sonra kəsirlərin, adi kəsirlərin bölünməsi. Bölünməsi. Kəsiri kəsirə bölərkən, məsələn, 2 kəsiri bir-birinə bölən zaman birinci kəsir olduğu kimi hər zaman qalır. İkinci kəsirin surət və məxrəci yer dəyişmə eləyir, olur C-də və bölmə vurma ilə əvəzlənir. Daha sonra vurma əməlinə görə A D-yə vurulub surətdə yazılır, B C-yə vurulub məxrəcdə yazılır. Deməli, adi kəsirə bölmək üçün birinci kəsir, belə deyək, olduğu kimi qalır. İkinci kəsirin surət və məxrəcinin yeri dəyişib, bir-birinə vurulur. Bu da kəsirlərin bölünməsinə aiddir. Məsələn, tutaq ki, 6-da 7 kəsirini mən bölmək istəyirəm, tutaq ki, 18-də 7 kəsirinə. Bu zaman nə olur? 6-da 7 olduğu kimi qalır. 18-də 7-nin sürət və məxrəci yer dəyişmə eləyir, olur 7-də 18 və bir-birinə vurulan zaman bu 7-lər ixtisar gedə bilər. Daha sonra 18 qalar sürətdə, məxrəcdə qalar 6, 18-i də 6-ya böləndə cavab eləyər 3. Doğru cavab olar 3. Deməli, vurma zamanı birinci olduğu kimi qalacaq, ikincinin sürət və məxrəcinin yer dəyişmə baş verəcək. Bundan əlavə olaraq biz bu mövzuda, yəni belə deyək, təkcə adi kəsirləri keçmirik, həm də qarışıq ədədləri keçirik. Bəzən buna qarışıq kəsir də deyilir. Qarışıq ədədlər və ya qarışıq kəsirlər deyək. Bəzən bəzi kitablarda qarışıq ədəd, bəzi kitablarda qarışıq ədəd kimi yazılır. Qarışıq ədəd nədir? A üstəgəlin C-də B ifadəsi, yəni A tam C-də B şəklində yazılan ifadə qarışıq ədəd adlanır. Bu ədədin tamıdır, tamı. Bu isə kəsir hissəsidir. Deməli, həm tam hissə, həm kəsir hissə olan hissə, həm də kəsir hissəsi olan ədəd qarışıq ədəd sayılır. Həm tam hissəsi, həm də kəsir hissəsi olan ədəd, belə deyək, qarışıq ədəd sayılır. Məsələn, tutaq ki,
6 tam 7-də 3. Oxuyanda da belə oxuyuruq. 6 tam, bu kəsir necə oxunur? 7-də 3. Məsələn, 8 tam 9-da 1. Bu qarışıq ədəddir. Qarışıq ədədin bir xüsusiyyəti də bu var ki, mən tamla kəsirini toplama şəklində yaza bilərəm. Yəni 8 tam 9-da 1, 8 üstəgəl 9-da 1 şəklində yazıla bilər. Və ya 9 tam 7-də 3. Mən bunu yaza bilərəm 9 üstəgəlinsin 7-də 3 şəklində. Yəni bu şəkildə də yaza bilərəm qarışıq ədədi. Ümumiyyətlə qarışıq ədəd düzgün olmayan kəsirə, düzgün olmayan kəsir isə qarışıq ədədə çevrilə bilir. Necə? Məsələn, bizə verilib bir dənə düzgün olmayan kəsir. Tutaq ki, 9-da 37 kəsiri. Bizə 9-da 37 kəsiri düzgün olmayan kəsirdir. Deməli, biz düzgün olmayan kəsirdən keçəcəyik qarışıq ədədə. Qarışıq kəsirə və ya. Bu zaman nə edəcəyik? Surəti məxrəcə böləcəyik. 37-ni götürüb bölürük 9-a. 37-ni 9-a böləndə 4 dəfə tam düşür. Çünki 37-nin içərisində 9 4 dəfədir. 4-ü 9-a vururam 36. Qalır 1. Deməli, 37-ni 9-a böləndə tam yazılır burada. Kəsir xətti çəkilir. Nəyə bölmüşəmsə 9 olduğu kimi qalır. Qalıq yazılır surətə. Deməli, bu zaman biz 37-yi böldük 9-a. 4 tam düşdü, qalıq qaldı 1. Deməli, 9-da 37 kəsirinə, əgər mən qarışıq ədədə çevirmək istəyirəmsə, yazacam 4 tam kəsir xətti. 9-a böldüyüm üçün 9 olduğu kimi qalacaq. Surətdə də qalıq, yəni 1. Deməli, 4 tam 9-da 1 olacaq nə? Qarışıq ədədə çevrilmiş versiyada. Düzgün olmayan belə deyək, kəsrin. Başqasına baxaq, məsələn, tutaq ki, bizə verilib, məsələn, belə deyək, 5-də, yaxşı, gəlin biraz da böyüdük, 15-də 100 kəsiri. Biz bunu qarışıq ədədə çevirmək istəyirik. 100-ü götürüb nə edəcəyik? Böləcəyik 15-ə. 100-ü 15-ə böləndə 100-ün içərisində 15 əvvəlcə mən tapmalıyam ki, neçə dəfədir? Bunu bilməliyəm. 100-ü götürüb, belə deyək, 15-ə böləndə, yəni 15-i neçəyə vursam 100-ə yaxın bir ədəd eləyir, 6 dəfə düşür hardasa. 15-i də 6-ya vuranda 90 eləyir. Qalıq qalır 10. Deməli, mən bunu yazanda 6 gəlir bura, 6 tam. 15-də 10 olur kəsirim. 6 tam 15-də 10. Və belə bir şey var ki, mən qarışıq ədədi, belə deyək də, məsələn, öz-özünü, məsələn, aldım 6 tam 15-də 10. Bu görürəm ki, bunun kəsr hissəsi ixtisar gedə bilir. Mən bunu belə də yaza bilərəm də, 6 tam 5-də 2. Düzdür? 5-də 2 o, 3-də 2 bir saniyə. Hər tərəfi çünki 5-ə böldüm. 3-də 2. Hər tərəfi 5-ə bölə bilərəm. Çünki bu nədən irəli gəlir? Çünki 15-də 100 kəsirinin özü də əvvəlcədən 5-ə ixtisar gedə bilən bir ədəd idi. Bu ondan irəli gəlir, ona görədir. Amma bu zaman mən bunun hər tərəfini 5-ə bölürəmsə, daha tam hissə ilə işim yoxdur. Deməli, daha sonra qarışıq ədədi, mən düzgün olmayanı qarışıq ədədə çevirdim. Gəlin indi qarışıq ədəddən keçək düzgün olmayan ədəd. Qarışıq ədəddən keçək düzgün olmayan kəsirə. Qarışıq ədəddən düzgün olmayan kəsirə keçmək istəyirəmsə, məsələn, tutaq ki, 9 tam 7-də 2-dir. Mən bunu qarışıq ədəddən düzgün olmayan kəsirə keçmək istəyirəmsə, məxrəc olduğu kimi qalır. Məxrəc olduğu kimi qalır. Tam vurulur məxrəcə, surətlə toplanılır. Tam vurulur məxrəcə, surətlə toplanılır. Məsələn, 9 tam 7-də 2-dir. Düzdür? 9 tam 7-də 2. 7 olduğu kimi məxrəcdə qalır. 9 vurulur 7-yə, üzərinə 2 gəlinir. Olur nə? 7-də 65. Deməli, necə elədik? 9 vuruldu, məxrəc olduğu kimi qaldı 7. 9 vuruldu 7, üstünə 2 gəlindi. Oldu 7-də 65.
və ya başqasına baxaq. Məsələn 8 tam 9-da 3. Məsələn necə eləyirik? 9 olduğu kimi qalır. 8 vurulur 9-a, üzərinə 3 gəlinir. Olur nə? 9-da 75. Biz indi bunu istəsək 3-ə ixtisar apara bilərik. Qalacaq 3-də 25. Deməli, biz əgər qarşıq ədədi düzgün olmayan kəsrə çeviririksə, məxrəc olduğu kimi qalır, tam vurulur, məxrəci üzərinə surət gəlinir. Yəni, biz düzgün olmayan kəsri qarşıq ədədə, qarşıq ədədi də düzgün olmayan kəsrə çevirə bilərik. Daha sonra, burada biz daha neyi bilməliyik? Qarşıq ədədlərin toplanıb çıxılmasını. Məsələn, ümumiyyətlə 9 tam 7-də 2. Mən əgər bunu 3 tam 7-də 1 ilə toplayıramsa, mənim belə deyim, problem yoxdur. Tamlar 1 toplanılır. Çünki bunu da niyə belədir? Çünki bu 9 üstəgəl 7-də 2 deməkdir. Bu da 3 üstəgəl 7-də 1 deməkdir. Tamlar 1 toplanılır, yazılır 12. 7-də 2 ilə də 7-də 1 toplanılır, yazılır 7-də 3. Yəni tam hissələr 1 toplanılır, kəsr hissələr 1 toplanılır. Amma bəzən belə deyək də, bizdən istəyir ki, bizdən belə tip istəmir. Məsələn, deyir ki, 16 tamdan, məsələn, 7 tam 2-də 1-i topla. Bu da rahatdır əslində bir məqamdan. Tamlar yenə də 1 toplanılır, 16 ilə 7 toplanılır, olur 23 tam. Kəsr də böyrünə yazılır 2-də 1. Amma bəzən isə çıxılmada bu tərsinə çevrilir. Məsələn, 16-dan çıxmaq istəyirəm. 8 tam 3-də 1-i tutaq ki. Mən 16 tamdan 8 tam 3-də 1-i çıxmaq istəyirəmsə əgər, mən 16-nı məxrəci 3 olan bir kəsrlə ifadə edə bilərəm. Bu 16-nı mən yaza bilərəm ki, əslində 15 üstə gəlinsin 3-də 3. Çünki 3-də 3 kəsri 1-dir, 15 ilə də toplayanda olur 16 tam. Yəni 15 tam 3-də 3 kimi yaza bilərəm. Biz bilirik də A üstə gəl B-də S kəsri elə birləşib A tam B-də S qarşıq ədədini yaradırdı. Onda biz bunu bu şəkildə də yaza bilərik. 15 tam 3-də 3. Bu oldu 15 tam 3-də 3. Bundan çıxıram 8 tam 3-də 1-i. Bu zaman 15 tam 3-də 3-dən 8 tam 3-də 1 çıxanda nə baş verir? 7 tam 3-də 2 kəsri olmuş olur. Daha sonra lap çətindir, çətinlik gəlir. Ən rahat üsullardan biri, məsələn, 2 dənə adi kəsrin bir-birindən çıxmaq və ya toplamaq istəyirəmsə, məsələn, 6 tam 3-də 1-dən, məsələn, çıxmaq istəyirəm 2 tam 4-də, məsələn, 3-ü. Bunu ən yaxşı üsullardan biri, biz bunları düzgün olmayan kəsrə getirək. 6 tam 3-də 1-i düzgün olmayan kəsrə getirmək üçün 3 olduğu kimi qalır. 6 vurulur 3-ü üzərinə 1 gəlinir. Olur 18 üzərinə 1 gəlində olur 3-də 19. Çıx. 4 tam 2-ni vururam 4-ə. 8 üzərinə 3 gəlirəm 11. 4-də 11. Bunun hər tərəfini vururam 4-ə. Bunun hər tərəfini vururam 3-ə. Bu olur nə? 12-də 76. Çıx. 12-də 33. Düzdür? 12-də 76. Çıx. 12-də 33. Bunlar da bir-birindən çıxanda 12-də 43. Doğru cavab olur. 12-də 43 kəsri. Doğru cavab 12-də 43 kəsri olur. Daha sonra belə deyək, biz yəni dedik ki, yenə də bunu vurğulayıram ki, ən rahat üsullardan biri adi kəsrlərin toplanıb çıxılması. Kəsri əvvəlcə düzgün olmayan kəsrə getirib elə toplayıb çıxıram. Bu da 12-də 43-dürsə, hətta mən bunu təzədən qarşıq ədədə belə deyim, çevirə bilərəm. 43-ü bölərəm 12-yə. 3 dəfə düşər 36, qalıq qalar 7. Deməli, onlar 3 tam 12-də 7. Daha sonra qarşıq ədədləri biz müqayisə apara bilərik. Əgər bir ədədim 6 tam 7-də 2-dirsə, digər ədədim 3 tam 7-də 2-dirsə, artıq bunun tamı böyük olduğu üçün bu daha böyükdür. 6 tam 7-də 2, 3 tam 7-də 2-dən daha böyükdür. Amma bir var 6 tam 4-də 1 yazır. Bir də var yazır 6 tam 6 tam. Məsələn 3-də 1. Bunları müqayisə apararkən artıq tamlar eyni olduğu üçün biz 4-də 1 ilə 3-də 1-i müqayisə aparırıq.
4də 1 ilə 3də 1-i də müqayisə aparan zaman biz dedik axı surətləri bərabər olanda məxrəci kiçik olan daha böyük olur. Onda 3də 6/3də 1 daha böyük kəsir sayılır. Bunu əgər yenə də çətinlik çəkiriksə, düzgün olmayan kəsrə gətirərəm. Bu eləyər 4də 25, bu eləyər 3də 19. Daha sonra bunları bərabərləşdirərəm. Məsələn, tutaq ki, bərabərləşdirərəm necə? Məsələn, bunun hər tərəfini vuraram 3-ə, bunun hər tərəfini vuraram 4-ə. Bu olar 12-də 75, bu olar 12-də tutaq ki, 76. Yenə də bu ədəd daha böyükdür. Yəni, qarşıq ədədləri toplayıb çıxarkən, müqayisə apararkən ən rahat üsullardan biri onları belə deyək, düzgün olmayan kəsrə getirməyimdir. Daha sonra bəs yaxşı, biz bilirik ki, ədədin hissəsini və hissəsinə görə ədədi tapa bilərik. Ədədin hissəsini və hissəsinə görə ədədi tapa bilərik. Və hissəsinə görə ədədi tapa bilərik. Məsələn, mən 60-ın 6-da 5 hissəsini tapmalıyamsa, 60-ın 6-da 5 hissəsini tapmaq üçün nə edirəm? 60-ı birinci ədəddir. Deməli, mən ədədin hissəsini tapıram. 60-ı hissə göstərən kəsrə vururam. Yəni, 60-ın 6-da 5 hissəsi tapmağımızı bizdən istəyirsə, nə edirəm? 60-ı vururam 6-da 5 kəsrinə. Bu zamanda nə olur? 60 vurulur 5-ə, bölünür 6-ya. Cavab nə edir? 50. Məsələn, bizdən istəyər ki, 30-un, məsələn, 10-da 7 hissəsi. Birinci ədəd gəlirsə, deməli, ədədin hissəsi tapılır. 30-u vururam 10-da 7-yə. Ədədin hissəsi tapanda ədədi hissə göstərən kəsrə vururam. 30-u 10-da 7-yə vuranda ixtisar gedir. Burada 3, 3-ü 7-yə vuranda 21 eləyir. Bir də var ki, hissəsinə görə ədəd tapılır. Məsələn, tutaq ki, yazır ki bizə, məsələn, belə deyək, 9-da 7 hissəsi, tutaq ki, 49, 9-da 7 hissəsi 49 olan ədədi tapın. Bu zaman isə görürəm ki, birinci hissə verib, daha sonra ədəd gəlib. Hissə nə deməkdir? Neysə nələrəsə ayırmaq. Onda mən 49-u bölərəm 9-da 7-yə. Hissəsinə görə ədəd tapılanda ədəd hissə göstərən kəsrə bölünür. Yəni 49 vurulur tərsinə 7-də 9-a. 7-yə ixtisar gedir. Bu 7-yi də vururam 9-a eləyir 63. Deməli, hissəsinə görə ədədi taparkən də ədədi hissə göstərən kəsrə bölürəm. Yəni, məsələn, tutaq ki, 5-də 2 hissəsi 16 olan ədəd. Məsələn, tutaq ki, bilmirəm də bu hansı ədəd x-dır. X-i götürüb 5-də 2 hissəsini necə tapıram? X-i vururam 5-də 2-yə. Bu da bərabər olur 16-ya. Bu zaman mən x-i necə tapıram? 16-nı bölürəm 5-də 2. Bu da eyni qaydatda. Yəni, biz 16-nı vururuq 2-də 5-ə. Bu da ixtisar gedəndə 8 vurulsun 5 eləyir 40. Deməli, hissəsinə görə ədədi tapanda ədədi hissə göstərən kəsrə bölürəm. Daha sonra ola bilər ki, 2 ədədin belə deyək, məsələn, deyə bilər ki, A ədədi B-nin hansı hissəsidir? Bu tip suallarda birinci hansı ədəd gəlirsə, o ədədi surətə, ikinci gələn ədədi isə məxrəcə yazıram. Məsələn, 25 ədədi 75-in hansı hissəsidir? 75-in hansı hissəsidir sualında?
Hansı hissəsi təşkil edir sual? Belə tip verir də sualı. Biz 25-i surətə, 75-i məxrəcə yazırıq. Hətta bunlar 25-ə də ixtisar gedirlər, qalır 3/1. Deməli 25 ədədi 75-in 3/1 hissəsidir. Bir ədəd digərinin hansı hissəsidir deyəndə, birinci ədədi ikinci ədədə bölməyim məsləhətdir. Daha sonra bir də var ki, qarşılıqlı tərs ədədlər. Gəlin görək son olaraq bu nədir qarşılıqlı tərs ədəd? Deməli, qarşılıqlı tərs ədəd. Deməli, qarşılıqlı tərs ədədlər nədir? Məsələn, A bölünsün B, yəni A surətdə, B məxrəcdə yazılanda bunun tərsi surət və məxrəcinin yerinin dəyişməsindən irəli gəlir. B bölünsün A. Yəni, B surətə qalxır, A məxrəcə düşür. Biz bunu ən əsas tərsinə çevirmək, tərs anlayışını bölmədə iki kəsirin bir-birinə bölünməsi zamanı öyrənirik. Və məsələn, tutaq ki, biz bilirik ki, bütün natural ədədlərin məxrəci 1-dir. Onda biz deyə bilərik 5-in tərsi nədir? 5/1-dir. Çünki surətlə məxrəcin yerini dəyişirəm. Eyni ilə 9-da 2-nin tərsi 2/9-dur. Düzdür? Sürət və məxrəcin yerini dəyişir. Tərs ədədlərin hasili 1-ə bərabərdir. Məsələn, mən 9-da 2 kəsirini 2/9 kəsirinə vuranda bunlar bir-biri ilə ixtisar gedir, cavab qalır 1. Yəni, qarşılıqlı tərs ədədlərin hasili 1-ə bərabərdir. Deməli, bu qədər. Adi kəsirlər, yəni adi kəsirlər üzərində əməllər, ədədin hissəsinə görə ədədin tapılması qaydası bu qədərdir. Burada biz qarşıq ədədləri də öyrəndik. İnşallah növbəti dərs izahlarında görüşənə qədər ümid edirəm ki, qaydanı başa düşdünüz. Əgər ki, növbəti dərs izahlarının davamlı olmağını istəyirsinizsə, videonu bəyənməyə və kanala abunə olmağı unutmayın. Növbəti video izahlarda görüşənə qədər. Sağ olun, salamat qalın.